Gördü ki kənizlərdən biri dayanıb ağlaya-ağlaya baxır. Dedi ki, nə xəbər var? Həzrət Əli də evdən xəbər gözləyir hər an. Dedi, ağacan, əgər istəyirsənsə Fatiməni görəsən tələs. Allah haqqı o qədər ağlamışam bunu yaza-yaza. Deyir, Əli qaça-qaça gəldi, qaça-qaça. Bir gördü, elə qovrulur yerdə Fatimə. Bir çartdı, əbasını atdı, diz üstə oturdu Əli. Yerdən götürdü Fatimənin başını çəkdi, qoydu dizinin üstünə. Çağırır Əli, çarəsiz, adamsız. Yenə çağırdı, ay Peyğəmbərin qızı. Həmin Xeybər qalasının qapısını yerindən çıxardan Əli. O qədər zəifləyib bütün gücünü topladı. Uzadan nida elədi, ya Fatimə, danış mənimlə. Fatimə, mən bu yaşa qədər heç kimə yalvarmamışam. Onlar yalvarıram, danışdır məni. Danış mənimlə, ölməyim mən, ölməyim. Bilirsən kimdir səni çağıran Fatimə? Mənim ümidim sənsən. Cavab vermək istəmirsən mənə? Sənin əmin oğlu Əli idi səni çağırır. Bunu deyib eşidəndə Əlinin adın. Gözlərini açdı, baxdı Əliyə. Bu söz adamın ürəyini parçalayır. Bir xanım da ağladı, ağa da ağladı. O buna baxır, ağlayır, bu ona baxır. Göz yaşı içində dedi, əlvida Əli. Əli ayrılıq günü gəldi. Əli indi ağla mənə, ağla yetimlərimə. Səlman deyir, mən də ağlayanmirdim doyunca. Gecə düşdü, çıxdım şəhərdən, getdim Xurmalığa, Nəxlistana. Bir yer tapdım, oturam, ya Zəhra deyəm, ağlayam. Gördüm kimsə məndən əvvəl gəlib. Gördüm bir qərib adamdır, bir məzlum adamdır. Dizlərim qucaqlayıb yana-yana deyir, ya Zəhra. Boylananda gördüm o məzlum Əli idi, o adamsız Əli.